Mustafayeva Zemfira Hidayət qızı. Probleminiz nədir? Gəncə şəhər, İstanbul küçəsi 1A. Mənim evim 5 ildir. Hələ 5 ildir bir dəfə qapını açıb baxmayıblar ki, görün burada erməni yaşayır, Azərbaycanlıdır, kimdir. Heç bir baxış getməyib. Kimlər baxmalıdır xanım? Şəhər salınma, bunlar deməlidir, onlar da baxmalıdır. Yəni heç bir şey olmayıb mənim üçün. Sizin məsələniz o Gəncə şəhərinə raket düşməsi ilə bağlıdır? Bəli. Raket düşən məsafə ilə mənim evimin arası bir astanovkadır. Bir astanovkadan yəni ev dağılmadı. Yanımdakı qonşunun, hamının villalar tikiblər, nələr eləyiblər. Ancaq mənim qapım açıq deməyiblər ki, görüm sən burada yaşayırsan, ermənisən bəlkə kimsə. Mənim də oğlum 650 manat pul alır. 4 dənə uşağı var, indən sonra 10 il də keçsə, bizim imkanımız yoxdur düzəltməyə bala. Yoxdur bizim imkanımız. Nə qədər insanlar zərər çəkib burada? Padvallarım çatdı, qırışamla damır. Çox insan. Çox mal gəlsinlər, baxsınlar. Bizim işlərimiz yarım görəklər. Bəs harada yaşayırsınız siz bu vəziyyətdə? Elə həmin evdən ağayrı. Necə yaşayırsınız? Deyirən damcı damır, nəvələrim deyir, aynən ağlama, bura göməyim yanıma damır, burada durur, bax. Sizin dediklərinizə gələndə fövqəladə vəziyyət Qadınlarım, var. hara gedim, kiriyə gedim, neynə verim? Qazın pulu. Bulamdır bu dəqiqə qazımda, suyun pulu 1500 manata çatıb, verə bilmirəm. Mənim oğlum bir tək uşaqdır, 650 manat alır, 4 dənə uşağı var. Çox çətin vəziyyətdə yaşayıram. Kişi xəstə, mən xəstə. Bax, o dəfə gələndə bunların yanında az qaldım öləm avtobusda, maşında. Ona görə mən xahiş edirəm ki, çox artıq dərəcədə biz də Azərbaycanlıyıq, biz də mənim oğlum əskərliyini də çəkib, dəlinin sözü olmasın, hər şey eləyibdir. Qaçıb xalqınki kimi gizlənməyib. Gedib Beyləqanın düzündə orada saldatlıq eləyib, dövlətə xeyir verib. Nə bilim, qazdarmalar tikirdilər, nə qarırdılar o vaxt ana suyulmuş, zulümlə. İndi bugünkü gündə bizə yer yoxdur. Təqdim edin. Əliyeva Xalidə Cəmil qızı. Gəncə şəhərindən gəlmişik. 44 günlük müharibədə evimiz dağılıb. Mən bağışsız qadınam, 3 qız anasıyam deyə, yəni çətinliklə böyütdüm, yekələndirdim. İndi də evim dağılıb. Mən 6 ilinə keçib ki, mən evimdə qalmıram. Mən qohumların qapısında qalıram. Yəni evimdə qalınası deyiləm. Eviniz yararsız vəziyyətdə. Evim yararsız vəziyyətdədir. Gəlib yüngül təmir eləyiblər. O təmir də hamısı çatlayıb tökülür. Nə krişamı dəyişməyiblər, nə mənim qapım, nə heç nə eləməyiblər. Əlavə mənə darvaza yazıblar, sep qapılar yazıblar, şiferlər yazıblar, lent işıq. Yəni çox şey yazıb. Onun heç biri mənim evimə olunmuyor. Onun hamısını yazıb, üstəlik də ondan 7000 ƏDV tutublar. 7000 də ƏDV tutublar. Yəni mənim evimə olmaya, eləməyə o boyda yazıblar. Güya mənim evimə istifadə olunur. Amma onun heç biri mənim evimə istifadə olunmur. Gətirib ucuzvari, aboy vurublar, zamaskalev, onun da hamısı çatlayıb tökülür. Bu saat mən evimdə yaşamıram hal-hazırda. Mən prezidentimə xahiş eləyirəm, Mehriban xanımdan bizə bir gün ağlasın. Biz bu boyda gəlirik, kasıb adam. Mən barmağımın üzüyünü satıb yol pul eləyib gəlib gedirəm. Başsız qadım, heç yerdə işləyə bilmirəm. Bu işin dalından düşmüşəm. Gəlirik, bizə baxan yoxdur. Gördükləri işlə yarımçı qov çıxıb gediblər. Bu dəqiqə mənim şiferim hamısı yamaq pis gündədir. Mən qonşunun, özümün oğlum yoxdur, qızdır, 3 dənə qız. Mən qonşunun uşaqlarını çağırmışam, mənim krişamı yamaq vurublar. Mənim evimdə televizor, qav, bir dənə mənim stakanım yoxdur ki, mən çay içəm. Hamısını o raket düşəndə mənim aynamı götürüb zalın başına tullamışdı. Elə yerdə qav, listo, heç nəyim qalmıyor. Xahiş eləyirəm prezidentimdən, Mehriban xanımdan bizə bir gün ağlasın. O bizim səsimizi eşitsə, vallahi biz bu günlə olmazdı. Bizim səsimizi o eşitmir. Bizim başımıza bu şəhər salma, bu oyunu açır. Bura şəhər salma şikayət eləməyə gəlmişik. Bizim evimizə raket düşüb. Aha.
Bizim evə baxış istəyirik ki, təkrar gəlib baxış eləsinlər. Yalandan yazıblar ki, gör bizim evi remont ediblər, 2 evimiz var. Təhvil veriblər, heç bir şey də eləməyiblər. Bu dəqiqə bizim evimiz qəzalı vəziyyətdədir. Zəlzələ olsa, təbii fəlakət olsa bizim evimiz susasıdır. Evdə də körpə nəvələrim var. Yararsızdır. Mən istədiyim odur ki, o yalandan deyir ki, mən bunların evini tikmişəm. Kim deyir yalandan? Şəhər salmanın işçiləri. Əhməd müəllim də gəldi, baxdı. Niyə yalan məlumat verir? Bəs bu qurum Gəldi, baxdı, Əhməd müəllim də. İcranın nümayəndəsi də biz qəzalı vəziyyətdədir. Orada da sənəddə də yazdılar ki, həqiqətən bu adamın evi qəzalı vəziyyətdədir. Dedi sizə məlumat verəcəyik, gəlib köməklik eləyəcəyik, eləmirlər. Mən də neçə dəfə gəlirəm vətəndaşlarla bura şikayətə, baxan yoxdur. Şəhər salmaya gəlmişik, qəbul eləmirlər Polisimiz bizi. sağ olsun, bizi qoruyur. Bizim polislə problemimiz yoxdur. Bizim problemimiz şəhər salma ilədir. Şəhər salma da yalandan özləri yazıb, bizim əvəzimizdən də qol çəkir. Bəli, Bizim bəli. qolumuz olmuyor. Bizdə də bax, eyni. Qol çəkilmir, güya biz görülən işdən razıyıq. Biz Bəli. nətər razı ola bilərik? 6 ildir mən evimdə yaşamıram, nətər razı ola bilərik? və burada kimdən görüşmək istəyirsiniz? Buradan Namik mən görüşmüşük dəfələrlə, baxmır. Vasiflə. Baxmır, başdan biz Baxan yoxdur. Baxan yoxdur. Biz bir ayda 2 dəfə gəlirik. Bu Gəncə şəhərlə bura raketlə bağlı, yəni baxan yoxdur şikayət. Deyir gedin hara şikayət edirsiniz eləyin. Evimizdən su damırdı, qala bilmirik. Yoldaşım veterandır, oğlum müharibə döyüşündə olubdur. Yəni baxan yoxdur, heç kim baxan yoxdur. Bir veteran ailəsi kimi icra hakimiyyəti ilə baxmır Gəncə şəhər. Gəncə şəhəri deyir ki, eləcənə gedin bura şəhər salmaya. O da gəlir. Yönəldir bura. Yönəldir bura, o da baxan yoxdur. Şəhər salmaya göndərirlər. Ha, bura o da baxan yoxdur. Elə deyirlər vermişik, hamısı yarımçı qoyurlar. Nə gələn var, nə baxan var. Evdən qavların hamısını şifeyin altına düzmüşük, su. Yağış yağanda durmaq olmur evdə. Adınız, soyadınız? Əliyeva Şəhla. Yaxınla icra hakimiyyətini görməmisiniz? Yox, neçə dəfələrlə getmişik, ərizə ilə müraciət eləmişik. Yəni bir üzə çıxmır ki, mənim vətəndaşımın evi başına uçur, evində qala bilmir, yağışın suyun içindədir. Bir görün mənim vətəndaşımın dərdi nədir? Bu niyə gəlib? Allah rəhmət eləsin. Heydər Əliyevin heykalının qabağına yığılırıq. Yəni oradan çıxıb bir demir ki, görün mənim əhalimin problemi nədir? Prezidentimiz Oturuq biz 2 nəfər oradan çıxır, göndərir çıxıb gəlir. Bəs o icra Deyir, başçısı niyə ora gedim təyin şəhərdən. olunub ki, sakinlərin Başa çıxır, vətəndaşları onu qovlar dinləmək? yaqın özünə baxsın, əhaliyə yox. Düz deyir. Bizdə də şikayətimiz eynidir. Nə qədər gəlirik, Ramil müəllim deyir, get deyir, fövqəladan, nə bilim hardan sənəd gətir ki, sizin evinizin qəzalı vəziyyətdədir. Mən də hara gedirəm, deyir şəhər salmaya get. Şəhər salmaya da gəlirik, qəbul eləmir. Aramızda 30-40 metr. And olsun Allaha. Allaha inanırıq. 10 ildən sonra keçsə mən heç nə eləyə bilmərəm. Mənim imkanım yoxdur. Mən barmağımın üzüyünü satıb yol pulu eləyim. İmkanım yoxdur mən ev düzəldə. Ayda 2 dəfə gəlirik bura, yol pulu veririk, gəlib qallıq burada. Əvəzimizə qollar çəkilibdir. 10 ayda Gəncə prokuraturasında mənim qolum ekspertizadadır. Mənə deyirlər ki, növbən çatmayıb. Evimin altı 50 metrə ilə yaxındır. 50 metrə məsafəmiz var. Evimin altını dirəklərlə saxlamışıq. Evim qəzalıdır. Ətləri xanım. Bu bizə bəcəllədir, bəcəllər. Bizdən Vergi məcəlləsi. Hə, bax bizdən yüksək dərəcədə vergilər tutulub Ədib adında. Mənə 28 min pul yazılıb. 28 mindən mənim evimə 13 min manat pul verirlər. 18-15 min Ədibə tutublar. Biz də maraqlanmışıq bu statiyalarla. Bir dəfəlik dövlət büdcəsindən çıxan yardımla Ədibə tutulmur. Bunu bizə şəhər salma, bizə vergi naziri də yönləndiribdir ki, dövlət büdcəsindən alınan kompensasiya ödənişləri fiziki şəxslərlə gəlir vergidən azaddır. Bunu da bu deyir, vergi naziri deyir ki, siz azadsınız. Amma bunlar bizdən yüksək dərəcədə ədibələr tutublar. Mən sizə göstərə bilərəm də ədibələri də. Bax, verilən məbləğ tutulan ədibələr. Verilən pullar, bax, bu ədibələr tutulub. Hələ bizdə gələnlərdə belə az məbləğdir. El adamda var 80 mindir, 60 mindir, 35 min ədibələr tutulub. Bizdə 2 məhəllədir. 2 məhəllənin bir dənəsinə akt çıxardıb veriblər, ikinci evə akt verməyiblər. Ancaq mən gəldim burada, prezident administrasiyasında, mən orada Əli müəllim dedi ki, Yusuf müəllimin 2 evi var. Dedim, bə 2 evin bir dənə aktını verirsən, biri hamı? O ma dedi ki, ikisini də təhvil vermişik. Demək, mənim evimə gəldi,
bir nəfər nümayəndə gəldi. Dedi sizin evinizə baxış keçiririk ki, sizin eviniz baxırıq ki, həqiqətən qəzalı vəziyyətdədir. Orada dedi qızım, bura qol çək ki, həqiqətən mən gəldim baxdım. O bura qol çək. O həmin o qolumu indi akta yazıblar, qoyublar ki, güya ki bizim ev təhvil verəndə mən də yoldaşım da qol çəkmişik ki, ev təhvil verirsiniz. Yəni belə qeyri-adi belə faktlarla Yəni 6 ildir ki, işinizə baxmırlar, o ora yönəldir, bu bura yönəldir. Bəli. Nə qədər məktublarımız var. İnan Allaha, bəlkə də 20-30 məktubumuz var. Bax, o cümlədən də biri. Bu da vergi iləndir. Vergi də deyir. Hara gedirik, deyir şəhər salmaya gir. Şəhər salmaya da gəlib baxmır. Bilmirik nə olacaq. Üzü təqdim edeyim. Mən Kərimova Kamilə Süleyman qızı Gəncə şəhərindən gəlmişəm. 20 ildir pedaqoji stajım var, müəlliməyim. Çox xahiş edirəm cənab prezidentdən, Mehriban xanımdan, Leyla xanımdan, Arzu xanımdan çox xahiş edirəm. Mən bu yollarda uca yorulmuşam gəlib getməkdən. Mənim evim qəzalı vəziyyətdədir. Mənim evimdə 1-ci qrup ruhi xəstə əlil var. Prezident təqaüsü çox xahiş edirəm. Xaricdə evladım oxuyur. Mənim evim yararsız vəziyyətdədir. Xahiş edirəm Mehriban xanım, xahiş edirəm cənab prezidentim. Mən sizə güvənirəm. Mənə köməklik eləyin. Mən gəlirəm şəhər salmaya. Şəhər salma deyir aktınız yoxdur. Məni maarifləndirən olmayıbdır. Məni maarifləndirən olsa mənim də evimə baxış keçirərdilər. Bu dəqiqəki hal-hazırda heç kim o evdə yaşamaz. Hansı ki mən o evdə yaşayıram. Çox xahiş edirəm. Mən sizə güvənirəm prezidentim. Mən sizə güvənirəm Mehriban xanımım. Mənə köməklik eləyin. Mənim başqa heç bir bu Azərbaycan dövlətində sizdən başqa kömək yerim yoxdur. Göydə Allah, yerdə sizi bilirəm. Prezidentim var olasınız. Allah sizi var eləsin. Yaxşı ki siz varsınız. Sizin adınız çəkilən yerdə yəni hər bir qurumdan ötürü bilirsiniz də bizdən ötürü qapı açıqdır. Sadəcə olaraq sizin ucalığınızı bizim üstümüzdən əks eləməsin. Var olun, məni sizdən kömək gözləyirəm. Çox sağ olun. Pərvanə Mirzə qızı, Gəncə şəhər, Məmməd Yusuf Axundzadə Döncə 6 evdə yaşayıram. 2020-ci il oktyabrın 17-sində erməni təcavüzü nəticəsində evimə raket atılanda ciddi zərər dəydi evimə. Qəzalı vəziyyətdədir. Dekabrın 4-də hörmətli prezidentimin sərəncamı ilə ayırdığı komissiya üzvləri elə bir gəldi bizim evə dekabrın 4-də baxış keçirdilər. Baxış keçirdəndə mənə 1000 manatı ilkin ödəniş kimi təqdim etdilər. Bəli, 1000 manat verdilər. Həmin vaxtı mənim oğlum Məmməd Əliyev Vasif oğlu Qubadlıda döyüşdədir. Özüm də qazi anasıyam. Yoldaşım 1-ci qrupu 1-ci Qarabağ iştirakçısıdır. Müharibə veteranı. Bəli. Mənim evimə baxış keçirdilər. Siz imtiyazlı ailə olaraq sizə icra başçısı tərəfindən heç bir kömək olmuyor? Xeyr, olmadı. Mənə 1000 manat verdilər. 1000 manat kompensasiya. Bəli, kompensasiya verildi. Ondan başqa mənim evimə heç bir yardım elənilmir. Şəhər salmaya dəfələrlə gəlmişəm. Hətta icra hakimində Hicran xanım mən bir belə məktub müraciət eləmişəm. O günər məktubun cavabını götürəndə mənə deyir ki, sən Ginnesin rekordlar kitabına düşməlisən ki, sən bu qədər müraciət eləyirsən. Şəhər salma Maliyyə Naziri göndərib, Maliyyə Naziri şəhər salmaya Gəncə icra hakiminə. Heç bir qurum mənə köməklik eləmir. Mənim ümidim möhtərəm prezidentimədir. Hansı ki o prezident 44 günlük müharibədə qələbə çaldı. 30 illik bizim haqqımızı, hüququmuzu bərpa eləyən möhtərəm prezidentim, xahiş edirəm Mehriban xanım, sizdən artıq dərəcədə xahiş edirəm, qazi anası kimi mənə köməklik eləyin. Hara gedirəm, mənə deyirlər aktım yoxdur. Kiminsə səhlənkarı ucbatına mənim aktımı gizlədiblər, köməklik eləmirlər. Sizdən kömək istəyirəm, möhtərəm prezidentim. Ay xanım, siz ən çox Qarabağ torpaqlarını düşmən işğalından azad edən şəhidlərimiz, qazi veteranlarımızdır. Onları da gəlin unutmayaq. Unudurlar. Özünüz də qazi yoldaşısınız, qazi anasısınız. Şəxsən şəhər salma, Namiq Ümbətov, Əli Həsənov, Ramil Abdullayev. Bax, mən Məmməd Əliyev Vasif, gözümün ağ qarası bir evladım, vətən müharibə iştirakçısı, bu prezidentimin verdiyi medallarım, oğlum Qubadlıda döyüşdə olub, sağlamlığından olub, yoldaşım 1-ci Qarabağ, 3 il, 4 ay mənim yoldaşım Qarabağda iştirak edib, canını qoyub, əyğini soyuq aparıb, 2-ci qrup əlildir mənim. Mənə köməklik yoxdur. Ondan əlavə, bir belə insanın haqqı, hüququ şəhər salma tərəfindən pozulur. Hamısının aktı
aktını gizlədiblər, pulunu alıb yeyiblər. Şəhərsalma şəxsən Namiq Ümbətov bir belə insanın haqqını, hüququnu tapdalayıblar. Xahiş edirəm möhtərəm prezidentim, deputata da müraciət eləmişəm. Musa Quliyevdir, Razi müəllimdir. Hamısına müraciət eləmişəm. Mənim haqqımı Razi kim? Razi Nurullayev. Bəli, İmişlinin deputatı. bəli, o da qəbul eləyibdi məni. Nə deyib bəs qəbulda? Deyir şəhər salmalıqdır, mənim deyir haqqım yoxdur. Musa Quliyev Gəncədə qəbul eləyibdi məni, amma köməklik olmayıbdı. Bir belə insanın, bir belə haqqı, hüququ tapdalanıbdır. Xahiş eləyirəm, mənə köməklik, bir belə insana köməklik eləyin. Bir özünüzü təqdim edin. Mən Niyazova xanım, yolçu qızı, evim bərbad vəziyyətdədir. Raket sayəsində uçurum alıb, baxış keçirilib, amma yenə də başa çatdırılmayıb, yarımçıq səviyyədədir. Damım, evim, çatlar boşalıb gedir. Ondan sonra bərbad vəziyyətdədir. Yaşadığım yerə gəlib baxıblar, ancaq kömək hələ də gözləyirəm, bir kömək yoxdur. Yəni lazımlı qurumlardan kömək gözləyirəm, kömək istəyirəm. Prezidentimdən, Mehriban xanımdan, yəni ki, hamısından kömək gözləyirəm. Təşəkkür edirəm. Özünüzü təqdim edin ana. Vəliyev Aydəniz Cəlil qızı. Siz də həmən problemləri yaşayırsınız. Həmən problemləri mən yaşayıram. Hörüfdülər, elə tikiblər, elə bir uçur. Yararsız tikiblər. Yararsız tikiblər, şifrini vurublar, nə ayna var, nə qapı var. Göyə yazıblar ki, mesvaq eləmişik, darvada qoymuşuq, nə bilim falan şey. Heç tad eləməyiblər, 15 mində ədəviyyəyə çıxıblar məndən. Mən 15 mində ədəviyyəyə çıxıblar ki, dövlətin büdcəsinə eləmişik. Dövlətin büdcəsini isə kağıdı bir deyiləm, bu kağıdla mən dövlətə geçmişəm bunu. Pis vəziyyətdə yaşayıram, Allah 76 yaşım var. Gəl böyümə baxsam, bəlkə də ürəyin ağrıyam. Allah arkadaş. İlhama da hörmətim var. Allah edərəli və rəhmət eləsin. Onların üstümüzdən hər şey eləməsin. Təqdim edin. Abdiyev Arzu Sabir qızı, Gəncə şəhərindən. Muxtar Hacıyev 4-cü döngə 17-də yaşayıram. Bizim evimiz 70 metr məsafədə yerləşir, raket düşən yerdən. Yəni evimiz hal-hazırda da qəzalı vəziyyətdədir. Bizim küçəmizdə bütün evləri, sağdakı, soldakı evləri, bizdən 2 kilometr, 3 kilometr aralıdakı evlərin hamısını söktülər, tikdilər. Amma mənim evim hal-hazırda qəzalı vəziyyətdədir. Bərpa yazdılar, ona da aid kompensasiya verdilər. 30 minə yaxında məndən ədəvi tutublar. Tam ödəmədilər mənim kompensasiyamı. Hazırda ki, onu bizi Vergilər Nazirliyinə də müraciət elədik. Bizə dedilər ki, ondan vergi tutmağa ixtiyarları yoxdur. Hal-hazırda da heç kimə düzgün baxış keçirtməyiblər. Qəzalı evləri qəzalı yazmırlar. Qəzasız olmayan evləri qəzalı yazıb söhbət tikirlər. İndi mənim yoldaşım insult xəstəsidir, özüm də xəstəyəm. Yəni mənim heç yerdən köməyim, gəlirim yoxdur. Evim də qəzalı vəziyyətdədir. Yağış yağdıqca evdə gündə çatlara mənə gəlir. Bütün yağışın suyu evimin içindədir, mamur su bağlayıb. Xahiş edirəm cənab prezidentimizdən, xahiş edirəm Mehriban xanımdan bizə köməklik göstərsin, dəstək dursun. Tək mən belə deyirəm. Bizim ətrafımızda, bizim küçəmizdə biz 70 metr məsafədə yerləşən evlərin hamısı sökülüb yenidən tikilməlidir. Ancaq bizim hamımıza laqeyd yanaşdılar, hamımızı aldadılar, hamımızın hüquqlarını tapdalayıblar. Çox xahiş edirəm bizə köməklik eləyəsiniz, dəstək durasınız. Minnətdaram. Bax, bizə verdikləri aktlar budur. Qollar var, adlar yoxdur. Hamında saxta qolla. Bax, bu akta görə. Bunlar kimlərin imzasıdır? Bilmirik, ad yoxdur. Tanımırsınız Şəhər salma, yox, şəhər salmadan görə. Bizə dənə burada bax, hamısı kserokopiyalarla. Düşünürsünüz ki, saxta sənətdir. Bəli, hamımıza saxta sənədlər veriblər. Bax, nə bir dənə dövləti əl yazma ilə axırlarına gələn qolları yazıblar. Güya bu adamlar mənim evimi 2022-də təslim ediblər. Amma puluma 2025-in avqust ayında poçta qoydular. İndi bax, bu saxta sənədlərdən saxta qollar. Bax, verdikləri kağızlarda budur. Bilinmir ki, nədir, nədən, nə yazıblar, nə qarıblar, bilinmir. Aydın yazıblar. Artıq yazırlar ki, heç valla bizim evə 5 dəfə gəlib akt açıblar. 5 dəfə aktı hamısına gəlib vəsait ayırıblar, ədəbələr yazıblar. Valla biz onu heç də görməmişik, eləməmişik. Nə Gəncə şəhər icra hakimiyyəti, nə də şəhər salma heç bir yerdən bizə köməklik, dəstək durmur. Çox xahiş edirəm təslim aktı 2026-06-2022-də. Amma burada qalan xırda para pulu heç eləməyiblər.
avqustun 2025-in avqustun 29-u poçta qoyublar. Sizdə nə bu şəkillər? Bax, Həmən bu evdə. evimizin, bəli, bəli. Bax, bu- Sizin eviniz niyə bu vəziyyətdədir? Bax, bu Allah. raket Qantin ərzində niyə evdir. köməkli Bax, bax. göstərmirlər? Köməklik eləmir. Bax, 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 bax. Evimiz bax bu vəziyyətdə. Bax, barımız uçdu. Getdi, ev yox. Getdi. Hə, bax, 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 bu vəziyyətdə. Bax, bax. Hamısı, bax, bunlar. Bax, evlərimizin aynalar hamısı qırılır. Bax, bax. Yararsızdır Bəli, vəziyyət. Necə bəli. yaşıyorsunuz burada? Allah hamd olsun. Bir tər qorxu içində. Bir dənə bax, Hər an gözünə uça də- bilər, ya. Hə, hər an. Mən icra başçısına bax bu şəkilləri göstərdim. Bax, bax, bax. Bax. İmkanınız da yoxdur ki, özünüz tərəf. Bəli, bəli. Mən uşağımı evləndirdim. 2 ildən sonra bax beləcə ev getdim. 2 ildən sonra. Bax evlərimiz bax bu vəziyyətdədir. Bax buna bax yaxından da hamısını çəkin. Bax bunların hamısı bizim evimizin qəzalı vəziyyəti oldu. Ay, 2 dənə evimizin ikisi də belədir. Bir də o birisi şəkildə. Bax burada da var. Yəni burada cügəri hamısını dökəm külə yaparıq.